Salam əziz şagirdlər. Bugün biz 6-cı sinif riyaziyyat dərsliyindən 2-ci bölməyə aid olan ümumiləşdirici tapşırıqların həllinə baxaq. Birinci tapşırıq. Şərtdə belə verilir ki, nisbətlərin ekvivalent olması üçün boşxanaya uyğun olan ədədi müəyyən edin. A variantına baxaq. 5-in 7-yə nisbəti bərabərdir. Burada boşxana göstərilib və bu boşxananın, yəni boşxanadakı olan ədədin 21-ə nisbəti. Deməli, nisbətlərin bərabər olması üçün biz bir neçə üsuldan istifadə edə bilərik. Artıq tənasübün xassələrini bildiyimizə görə tənasübün xassəsindən istifadə edək. 5 ilə 21-in hasili nədir? 105. O zaman 7-ni hansı ədədə vursaq 105 alınır. Bunun üçün də 105-i 7-yə bölüb tez həmin ədədi tapmaq olar. Deməli, o ədəd 15-dir və boşxanaya 15 yazırıq. B variantına baxaq. Deməli, boşxanada verilən ədədin 15-ə nisbəti bərabərdir 2-nin 3-ə nisbəti. Burada isə orta hədlərin hasilinə baxsaq 30 edər. O zaman boşxanadakı ədəd 10 olar. Ona görə ki, onu da 3-ə vuranda 30 olmuş olsun. C variantına baxaq. 7-nin 9-a nisbəti bərabərdir boşxanadakı ədədin 54-ə nisbəti. Bunun üçün deməli, tənasübdən də istifadə etmək olar. Həm də ki, ekvivalent nisbətin yaranmasından da istifadə etmək olar. 9-u hansı ədədə vursaq 54 edər? 6-ya. Deməli, 7-ni də 6-ya vurmaq lazımdır. 42. D variantına baxaq. 4-ün 25-ə nisbəti bərabərdir 0,8-in boşxanadakı ədədə nisbəti. Deməli, bunun üçün də 25-i vursaq 0,8-ə deməli 20 edər. 20 edər. 4-ü də hansı ədədə vursaq 20 edər 5-ə. Bu qədər sadə. Baxaq ikinci tapşırığa. Kəmiyyətləri eyni vahidlərlə ifadə edin və nisbəti sadələşdirin. A variantına baxaq. 25 sm bölünsün 3 metr. Bunun üçün metri santimetrlə ifadə edək. Yazaq 25 sm bölünsün 300 santimetr. Çünki 1 metrim 100 santimetrdir. Ona görə də 3 metr 300 santimetr olmuş olar. Və buradan da hər birin 25-ə ixtisar etsək, yəni 25-ə bölsək hədləri, nisbətin hədlərini, birin 12-yə nisbətini almış olarıq. B variantına baxaq. 2 litrin 150-yə. 2 litrin 150 millilitrə nisbəti. Buradan da litri millilitrə çevirək. 2 litrim 2000-dir. 2000-in 150-yə nisbətinə baxaq. Və buradan hədlərin hər birini 50-yə ixtisar etsək, 40-ın 3-ə nisbətini almış olarıq. Baxaq C variantına. 80 qəpiyin 5 manata nisbəti. 80 qəpik, bir də 5 manat. Bunun üçün də manatı qəpiklə ifadə edək. 80 bölünsün 5 manat 500 qəpiyə bərabərdir. Onun üçün yazaq 500. Buradan da hər birini deməli 20-yə ixtisar etsək, 4-ün 25-ə nisbətini alarıq. D variantına baxaq. 7 saat bölünsün 150 dəqiqə. Saatı dəqiqə ilə ifadə etsək, 1 saat 60 dəqiqə olduğuna görə 7 saat olar, 7 vurulsun 60, 420 dəqiqə. Digəri isə 150 dəqiqədir. Və buradan hər birini
30'a ixtisar etsək, 14'ün 3'ə nisbətini almış olarıq. Baxaq Y variantına. 720 qram bölünsün 3 kiloqram. Kiloqramı qramla ifadə edək. 720 bölünsün 3000 və buradan hər birini 12'ye ixtisar etsək 6'nın 25'ə nisbəti olar. Baxaq deməli F variantına. 2 kvadrat metrin 500 kvadrat santimetrə nisbəti. 1 kvadrat metrim deməli 10.000 kvadrat santimetr olduğuna görə 2 kvadrat metr olur 20.000 bölünsün 500. Buradan da nisbətləri eyni ədədə bölsək, yəni ixtisar etsək, alarıq 40'ın 1'ə nisbəti. Baxaq C variantına. 1500 kub metrin 1500 kub millimetrin 8 kub santimetrə nisbəti. Burada kub santimetri kub millimetrlə ifadə edək. O zaman olar 1500'ün 1 kub santimetrin 1000 kub millimetr olduğuna görə 8000 olar. 8 kub santimetr 8000 kub millimetr olar. Və buradan da ixtisar etsək, deməli 3'ün 16'ya nisbəti olmuş olar. H variantına baxaq. 8 ay bölünsün 3 il. İli ayla ifadə etsək, 8'in 36'ya nisbət olar. Çünki 1 ilim 12 aydır. 3 il 36 ay edər. Və buradan 4'ə ixtisar etsək, 2'nin 9'a nisbətini almış olarıq. Baxaq 3-cü tapşırığa. 150 metr uzunluqlu ipi verilmiş nisbətdə bölün. Deməli, ədədi verilmiş nisbətdə bölmək üçün bilirik ki, ədədi verilən nisbətlərin cəminə bölüb, alınan qismətə ayrı-ayrılıqda hissə göstərən ədədlərə vurmaq lazımdır. Elə biz bu qaydadan istifadə etsək, 150'ni bölərik 2 ilə 3'ün cəminə, yəni 150'ni bölərik 5'ə, 30 alarıq və 30'u 2'yə də vurarıq, 3'ə də vurarıq. Yəni 150'ni 60-90 metr nisbətində hissələrə bölmək olar. B variantına baxaq. İndi isə 150'ni 1'in 5'ə nisbətində bölürük. Bu da 150 bölünsün 6 bərabər 25. 25'i hissə göstərən ədədlərə vursaq, 25 və 125 almış olarıq. C variantına baxaq. 150'ni 8-7 nisbətində bölək. O zaman 8 ilə 7'nin cəminə bölürük. 150 bölünsün 15 bərabərdir 10. 8'i 10'a vursaq 80. 7'ni 10'a vursaq 70 alarıq. F variantda isə 150'ni 1, 2 və 3 ədədləri ilə mütənasib hissələrə bölmək üçün 150'ni hissə göstərən ədədlərin cəminə bölək. Yəni 6'ya bölək.
25 alarıq və 25-i hissə göstərən ədədlərə vursaq, birinci hissə 25, ikinci hissə göstərən ədəd 50, üçüncü isə 75 olmuş olar. Yəni 150-ni 1, 2, 3 ilə mütənasib hissələrə bölsək 25, 50, 75 almış olarıq. C variantına baxaq. 150-ni 3, 5, 7 nisbətində bölək. 150-ni bölək bu hissə göstərən ədədlərin cəminə. 10 alırıq və onu 3-ə vursaq 30, onu 5-ə vursaq 50, onu 7-yə vursaq 70 almış olarıq. Baxaq 4-cü tapşırığa. Tənasübün əsas xassəsindən istifadə etməklə məchulu tapaq. A variantı. X-in 6-ya nisbəti bərabərdir 17-nin 3-ə nisbəti. Buradan tənasübün əsas xassəsini tətbiq etsək, çarpaz şəkildə vursaq, 3 vur x bərabərdir 6 vur 17. Bu da bərabər olar. Deməli, 6-nı 3-ə bölsək 2, 34 almış olarıq. B variantı. A bölünsün 21 bərabərdir 4 bölünsün 7. Buradan da deməli, kənar və orta hədlərin hasilinə baxsaq, A vurulsun 17 bərabərdir 21 vurulsun 4. A bərabər, deməli 21-i 4-ə vursaq 84 bölünsün 7. Burada 7'dir. Bölünsün 7. A bərabər 12 olar. Baxaq C variantına. 18-in C-yə nisbəti bərabərdir 6-nın 11-ə nisbəti. Buradan 6C bərabər 18 vurulsun 11. C bərabər 18-i 6-ya bölsək 3. 3 11'im 33. D variantına baxaq. 3-ün 4-ə nisbəti bərabərdir x minus 5-in 8'ə nisbəti. Çarpaz şəkildə vursaq 4 vurulsun x minus 5 bərabərdir 3 vurulsun 8. Buradan da x minus 5 bərabərdir 6'ya. Yəni 3 vur 2'yə. Buradan 4'ə bölürük. X minus 5 bərabərdir 6. X bərabərdir 11. E variantına baxaq. 13 minus x bölünsün 12 bərabərdir 5'in 6'ya. Buradan 13 minus x vurulsun 6 bərabərdir 12 vurulsun 5. 13 minus x bərabərdir 10. X bərabərdir 3. Baxaq 5-ci məsələyə. Üçbucağın kiçik və orta tərəflərinin uzunluqları 3-ün 4'ə, kiçik tərəfi K hərfi ilə, orta tərəfi ilə O hərfi ilə işarə edək. Kiçik tərəfin orta tərəfə nisbəti 3-ün 4'dədir. Orta və böyük tərəflərin uzunluq nisbəti isə 2-nin 3'ədir. Böyük hərfi də bu hərfi ilə, böyük tərəfi də bu hərfi ilə işarə edək. Və buradan biz deməli bu orta tərəfin nisbətini bərabərləşdirək, yəni uyğunluq olsun. Bunun üçün deməli ikinci bərabərliyin hər iki tərəf nisbətinin hədlərini, hər iki hədlərini 2'yə vuraq. 2'yə vursaq buradan olar 4'ün 6'ya nisbəti.
Və o zaman alırıq ki, kiçik tərəfin orta tərəfə və böyük tərəfə nisbətləri bərabərdir 3-ün 4-ə və 6-ya. Buradan da kiçik tərəfin uzunluğunun 9 sm olduğunu nəzərə alsaq, deməli 3x bərabərdir 9-a. X bərabərdir, çünki kiçik tərəfin nisbətini göstərən ədəd 3-dür. Buradan da x bərabər 3 almış olarıq. Ona görə də orta tərəf uzunluğu olar 4 vurulsun 3, 12. Böyük tərəf isə olar 6 vurulsun 3, 18. İndi perimetri tapsaq, çünki bizdən üçbucağın perimetrini tapmağı tələb edir. Bilirik ki, perimetrdə üçbucağın tərəflərinin uzunluqlar cəminə bərabərdir. Bu da edər 39 sm. 6-cı tapşırığa baxaq. Şəkildə bir dama tərəfi 5 mm olan kvadrat formasındadır və mənzilin planı 1-in 400-ə miqyası ilə verilib. A variantda mənzilin həqiqi ölçülərini yazın. Görürük ki, mənzilin planında hər tərəfi 6 damadır və 6 dama olduğuna görə 6-nı 5 milliyə vurarıq və 30 mm olduğunu taparıq. 30 mm-i də deməli santimetrlə ifadə etsək 3 sm olar. Və mənzilin həqiqi ölçüsünü x ilə işarə etsək 3-ün x-ə nisbəti bərabər olar 1-in 400-ə olan nisbətinə. Və buradan da x bərabərdir 1200 sm. O da bərabərdir 12 metr olar. B variantına baxaq. Otaqların hər birinin sahəsini hesablayın. İlk öncə otaqların həqiqi ölçülərini tapaq. Görürük ki, A otağında tərəflərin hər biri 4 damadır və 4-ü vursaq 5-ə alarıq 20 mm. Və 20 mm 2 sm-dir. İndi otağın həqiqi ölçüsünü kiçik a ilə işarə etsək, 2-nin a-ya nisbəti bərabər olar 1-in 400-ə. Və buradan da a bərabərdir 800 sm. O da bərabər 8 metr olar. Deməli, otağın həqiqi ölçüsü, A otağının həqiqi ölçüsü, yəni sahəsi, həqiqi ölçüsü 8 olduğuna görə sahəsi də olar, deməli, 8-in kvadratı. Çünki kvadrat formasındadır. Bu da bərabər olar 64 kvadrat metrə. İndi baxaq B otağı üçün. B otağı üçün bu işləri görək. B otağının ölçüləri 2-nin 4-dədir. Və bunun eni uzunluğu başqa fərqli ölçülərdə olduğuna görə düzbucaqlı formasındadır. Kvadrat deyildir. 2-ni vururuq 5 millimetrə bərabərdir 10 millimetr. 10 millimetr də 1 santimetrdir. 4'ü vururuq 5'ə. O da bildiyimiz kimi 20 millimetrdir. 2 santimetr. İndi otağın həqiqi ölçülərini tapsaq, deməli enini A ilə işarə etsək, A'nın daha doğrusu 1'in A'ya nisbəti, eni A olsun, uzunu B olsun. 1'in A'ya nisbəti bərabərdir 1'in 400'ə və buradan A bərabərdir 400 santimetr. O da bərabər olar 4 metr. Uzunluğunu tapsaq, uzunluqda da 1'in B'yə nisbəti bərabər 2'nin B'yə nisbəti bərabərdir 1'in 400'ə və buradan B bərabərdir 800 santimetr. O da bərabərdir 8 metr. Deməli B otağının sahəsi olar 4 vurulsun 8. 32 kvadrat metr. İndi baxaq
C otağına. C otağı da görürük ki kiçik kvadrat formasındadır və ölçüləri 2 metr 2 damadır. Yəni ona görə 2-ni vursaq 5 millimetrə bərabər 10 millimetr almış olarıq. Bu da bərabərdir 1 santimetrə. Və buradan birin ölçünü C ilə işarə etsək, birin C-yə nisbəti 1-in 400-ə. Buradan da C bərabər 400 santimetr. O da bərabər olar 4 metrə. Yəni bu otağın da sahəsi oldu 4 metrin kvadratı. Buna bərabər olar 16 metrin kvadratı. 16 metr kvadrat. Nəhayət baxaq D-ci otağa. Bu otağın da ölçüləri 2-nin 4-dədir. Artıq biz B otağında almışdıq bu ölçüləri. Deməli, B otağının da eni 2, uzunu 4 idi. D-də də eynəndir. Ona görə daybı ölçüləri bir də hesablamayaq. Yəni, B-dəki ölçüləri elə götürək. B-dəki ölçülər 4 metr, 8 metr. Yəni, eni olur 4 metr. Uzunluğu olur 8 metr. Və buradan da D otağının sahəsi bərabər olar 4 metr vurulsun 8 metr bərabərdir 32 metrin kvadrat. Baxaq 7-ci məsələyə. Miqyas 1-in 50 minə olan xəritədə iki məntəqə arasındakı məsafə 6 santimetrdir. Həqiqətdə bu məntəqələr arasındakı məsafə nə qədərdir? Deməli, həqiqi ölçünü x ilə işarə edək. O zaman A variant yazaq. 6-nın x-ə nisbəti bərabər olsun 1-in 50 minə olan nisbətinə. Deməli, buradan x bərabərdir 30 min. Deməli, 50 mini 3-ə vursaq 300 min. 300 min santimetr. O da bərabər olar 3 kilometr. Deməli, şəhərlər arasındakı həqiqi ölçü, iki məntəqə arasındakı həqiqi ölçü 3 kilometrdir. B variantına baxaq. Bu məntəqələr arasındakı məsafə miqyası 1-in 100 minə olan xəritədə neçə santimetr olar? Biz tapdıq ki, həqiqi ölçü 3 kilometrdir. Yəni 300 min santimetrdir. O zaman xəritədəki ölçüyə y desək, y-in 300 minə olan nisbəti bərabərdir 1-in 100 minə. Və buradan da y-i tapsaq, deməli 3 santimetr olduğunu alarıq. Baxaq 8-ə. Tənasüb qurmaqla tapın. A variantına baxaq. 40 metrin 60%-ni. Deməli, 40 metri işarə edək 100%, yəni ilkin qiymətdir. Bu olsun 100%. X ilə işarə edək 60%-ni. Və buradan deməli 100x bərabər 2400 alarıq. X da bərabərdir 24 metrə. B variantına baxaq. 70 manatın 40%-ni tapın. 70 manatı 100% qəbul edək. X ilə də 40%-i işarə edək. Və buradan da 100x bərabər olar 2800, x bərabər olar 28 manat. C variantına baxaq.
12% 6 kilogram olan torbanın kütləsini tapın. Torbanın kütləsi tutaq ki x-dır. 100% qəbul edək və 6 kiloqramı da 12% qəbul edək. Və buradan çarpaz formada vursaq 12x bərabər 600, x bərabər olar 50 kiloqram. D variantına baxaq. 35% 14 litr olan bidonun tutumunu tapaq. Deməli, x olsun 100%, 14 litr olsun 35%. Yine de bunu çarpaz formada vursaq 35x bərabərdir 1400, x bərabərdir 40% almış 40 kilogram almış olarıq. Daha doğrusu litr, 40 litr. 40 litr almış olarıq. Baxaq 9-a. Tənasüb qurmaqla suallara cavab verin. A variantına baxaq. Uzunluğu 6 metr olan lent, uzunluğu 8 metr olan lentin neçə faizini təşkil edir? Deməli, 8 metri 100% qəbul edək. 6 metri də x% qəbul edək. Və buradan deməli 8x bərabər olar 600. X bərabərdir. Deməli 600'ü 8'e bölsək 75% olar. Deməli B'yə baxaq. Qiyməti 3 manat olan alma 2,4 manat olan almadan neçə faiz bahadır? Deməli əvvəlcə 3-dən çıxaq 2,4'ü bərabərdir 0,6 manat. İlkin qiymətə 100% deyək. Qiymət fərqinə isə x% deyək. Və buradan bu tənasübü həll etsək 2,4 x bərabər olar 60'a. 0,6'nı 100'ə vursaq 60 edər. Və 60'ı bölsək 2,4'ə x bərabər olar 25%. Yəni 25% bahadır. Baxaq 10-cu məsələyə. Heykəltərər 8 eyni kiçik heykəl hazırlamaq üçün 12 kiloqram gil istifadə etdi. 6 belə heykəl hazırlamaq üçün nə qədər gil işlənər? A variantına baxaq. Deməli 8 eyni heykəl üçün 12 kiloqram gil lazımdırsa, 6 belə heykəl üçün nə qədər gil lazımdır? Tutaq ki, x kiloqram. Və buradan 8x bərabər olar 72'ye çarpaz şəkildə vururuq. Düz mütənasiblik olduğuna görə və buradan da x olur 9 kiloqram. Yəni 6 heykəl üçün 9 kiloqram gil lazımdır. B variantına baxaq. 3 kiloqram gil neçə belə heykəl düzəltməyə kifayət edər? Deməli 8 heykəl üçün 12 kiloqram bəs edərsə, x heykəl üçün 3 kiloqram bəs edər. İndi buradan 12x deməli bərabərdir 24. 12x bərabər 24. X oldu 2 heykəl. Birinci məsələyə baxaq. İnsanın gündəlik enerjiyə tələbatı orta hesabla 1500 kilokaloridir. 100 qram ərik qurusunda 250 kilokalori var.
İnsan gündəlik tələbatının 20%-ni ödəmək üçün nə qədər ərik qurusu qəbul etməlidir? Deməli, gündəlik enerjisi orta hesabla 1500 olduğuna görə və 20%-ni ödəmək üçün, yəni ilk öncə tapaq ki, 20%-i nə qədər kilokaloridir? 1500'ü vururuq 20'ye və bölürük 100'ə, yəni 20%-ni tapırıq. O da bərabər olar 300. 300 kilokalori olar. İndi isə deməli 100 qram ərik qurusu üçün 250 kilokalori, yəni 100 qram ərik qurusunda 250 kilokalori enerji varsa, tutaq ki, x qramda da 300 kilokalori olmalıdır. Yəni x qram götürməliyik ki, onun enerji dəyəri 300 kilokalori olsun. Və buradan da çarpaz formada vursaq 250x bərabərdir 30.000 və 30.000-i 250'yə bölsək, deməli 120 almış olarıq. Yəni 120 qram ərik qurusu götürmək lazımdır ki, onun enerji dəyəri 300 kilokalori olsun. Baxaq 12-ci məsələyə. Şəkildə sabit sürətlə hərəkət edən velosipedin qət etdiyi məsafənin zamandan asılılıq qrafiki verilmişdir. Və biz burada görürük ki, bu düz xəttdir. Qrafik koordinat başlanğıcından keçən, yəni qrafik düz mütənasibliyə aiddir. A variantına baxaq. Velosipedin yarım saat ərzində nə qədər məsafə qət edər? Yarım saat ərzində nə qədər məsafə qət edər? Yarım saat 30 dəqiqədir və üfüqi sütun zamanı dəqiqə ilə, şaquli sütun isə məsafəni kilometrlə göstərir. Və yarım saata orada biz görürük ki, qrafikin üzərində 30-12 göstərilmişdir. Və buradan 30 dəqiqəni 12 isə kilometri göstərir. Deməli, yarım saat, 30 dəqiqədə yarım saat olduğuna görə, yarım saatda nə qədər məsafə qət edər? 12 kilometr qət edər. Yəni, A variantın cavabı 12-dir. Baxaq B-yə. O 8 kilometr məsafəni nə qədər vaxta gedər? O isə yenə də qrafik üzərində biz 28 nöqtəsini görürük. Bu deməkdir ki, 20 dəqiqəyə 8 kilometr məsafə qət edə bilər. Baxaq C variantına. Mütənasiblik əmsalını tapın və asılılığın düsturunu yazın. Mütənasiblik düsturunu bilirik ki, tapmaq üçün biz T-ni S-ə bölməliyik. Məsələn, götürsək elə 28-i, 28 nöqtəsin 8-i 20'yə bölürük. Bunu da 4'ə ixtisar etsək 2'nin 5'ə olar. Yəni, aldıq ki, mütənasiblik əmsalı 2'nin 5'ə nisbətidir. Yəni, 5'də 2'dir. Baxaq D variantına. Burada asıllığın düsturunu da yazmalıyıq. S-in T-dən asıllığını, deməli S bərabərdir 5'də 2, 5'də 2 T. Yəni, bu şəkildə yaza bilərik. İndi isə D variantına baxaq. Düsturdan istifadə etməklə cədvəli tamamlayaq. Cədvəli çəkək. Deməli, birinci sətir zamanı, ikinci sətir isə yolun uzunluğunu göstərir. İndi bunu hesablayaq və cədvəli yazaq. Biz görürük ki, oradan yol düsturu, yəni yolun uzunluğunu ifadə edən düstur 5'də 2 T ilə verilib. Əgər T 15'dirsə, biz o zaman nə edirik? 5'də 2'ni vururuq 15'ə. Buradan da 6 alarıq, yəni 6 kilometr alarıq. Burada yolun ölçü vahidi kilometr.
Zaman isə dəqiqə ilə verilib. İndi isə 25'i T25 olsa 5'te 2'ni vururuq 25'e. Bu da beraber olar 10 kilometr. 5'te 2'ni 40'a vursak 16 kilometr almış olarıq. Hər birini cədvəldə öz yerinə yazdıq. İndi isə baxaq 13'ə. Yük daşımaq üçün 7,5 tonluq maşın 12 reys etməlidir. Deməli A variantına baxaq. 7,5 tonluq maşın 12 reys edə bilər. Bəs 9 tonluq maşın tutaq ki X reys edə bilər. Deməli burada tərs mütənasiblik alınır və tərs mütənasiblik olduğuna görə 7,5'in 9'a nisbəti bərabərdir X-in 12'ye nisbəti olar. Buradan 9X bərabərdir 7,5 vurulsun 12. 9X bərabərdir 90. X bərabərdir 10. Deməli 9 tonluq maşın 10 reys edə bilər. Baxaq B variantına. Neçə tonluq maşın bu yükü 6 reysə daşıyar? Yenə də ilk öncə yazaq 7,5 tonluq maşın 12 reys edə bilər. X tonluq maşın isə 6 reys edə bilər. Və buradan 7,5'in X-a nisbəti bərabərdir 6'nın 12'ye nisbətinə. Buradan da 6X bərabərdir 7,5 vurulsun 12. X bərabərdir 12'ni 6'ya bölsək 2 və bu da 15 tonluq maşın edər. Yəni 6 reys etmək üçün 15 tonluq maşın lazımdır. Baxaq 14-cü tapşırığa. Ambardakı 120 ton taxıl müəyyən tutumlu maşınla daşınır. Maşının tutumu çox olduqca bütün taxılı daşımaq üçün etdiyi reyslərin sayı azalır. A variantı. Tutumu 12 ton olan maşın taxılı daşımaq üçün neçə reys etməlidir? Deməli ambardakı taxıl 120 tondur. Buradan 120 tonu, çünkü ambardakı taxıl 120 tondursa və bunu 12 tonluq maşınla 120 bölünsün 12 bərabər 10 deməli alarıq. Yəni 12 tonluq maşın 10 reys edə bilər. Baxaq B variantına. Neçə tonluq maşın taxılı 20 reys etməklə daşıyar? 120'ni bölürük 20'ye 6 tonluq maşın. Bunu tənasüblə də yazmaq olardı. Baxaq C variantına. Reyslərin sayının maşının tutumundan asılılıq düsturunu yazın. Aydındır ki onda Y bərabər olar 120 bölünsün X. D variantına baxaq. X bərabər 8, 3 olduqda Y-in qiymətini tapın. Bu qiymətlərə uyğun hər bir X, Y cütünün mənasını izah edin. Əgər X 8 olarsa,
Y bərabər olar 120 bölünsün 8, o da 15 edər. Yəni bu o deməkdir ki, deməli 8 tonluq maşın 15 reys edə bilər. Bəs 3 tonluq maşın olsa, 3 tonluq maşın isə 120 bölünsün 3, 40 reys edə bilər. Yəni burada Y reyslərin sayını ifadə edir. Baxaq 15-ə. Boş hovuzu 6 eyni nasos 15 dəqiqəyə doldurur. Boş hovuzu 10 dəqiqədə doldurmaq üçün neçə belə nasos lazımdır? Biz bilirik ki, nasosların sayı artdıqda hovuzun dolma vaxtı azalar, yəni daha tez dolar. Yəni burada tərs mütənasib asıllıq mövcuddur. Birinciyə baxsaq, 6 nasos 15 dəqiqəyə doldurursa, X nasos doldurar 10 dəqiqəyə. Və burada tərs mütənasiblik mövcuddur. Və buna görə də X vurulsun 10 bərabər olar 6 vuraq 15. Buradan da X bərabərdir 90 bölünsün 10. X bərabər 9 nasos. Yəni 9 nasos hovuzu 10 dəqiqəyə doldurar. İkinci suala baxaq. Bunun üçün nasosların sayını neçə faiz artırmaq lazımdır? Bunun üçün nasosların sayını neçə faiz artırmaq lazımdır? Deməli, 6-dan 9-a dəyişir də burada. 6-ya desək 100%. 9-dan da 6-nı çıxsaq 3 edər. Burada yazaq 9 çıxaq 6 bərabər 3. Yəni 3 nasos artırmaq üçün buna da X faiz deyək. Və buradan (6x) bərabərdir 300. 300'ü də 6'ya bölsək 50%. Deməli, nasosların sayını 50% artırmaq lazımdır ki, 10 dəqiqəyə hovuz dolsun. Baxaq 16'ya. Geyim mağazasında endirimlə təklif edilən gödəkçənin yeni qiyməti ilə əvvəlki qiyməti 3-4 nisbətindədir. Gödəkçənin qiyməti neçə faiz endirilib? Deməli, burada yeni qiymətlə əvvəlki qiymət. Yeni qiymət, bu şəkildə bunu burada qeyd edək. Yeni qiymətin əvvəlki qiymətə nisbəti bərabərdir 3-ün 4-ə. Gödəkçənin qiyməti neçə faiz endirilib? Deməli, əvvəlki qiymətə desək 100%, sonraki qiymətə deyək X%. Buradan deməli çarpaz vursaq 4x bərabər 300, x bərabər 300'ü 4'ə bölsək deməli 75% olar. Yəni 100%'dan endirilib 75% endirim olub və deməli 100%'dan 75%'ə düşüb. Deməli neçə faiz endirim olub? 25% endirim olub. 100%'dan da çıxırıq 75%'i. Bu da edər 25%. Bunu bu üsulla da yazmaq olardı. Çünki burada 4'dən 3'ə düşübsə, 3'ə endirilib də qiymət. Bu
bu yolla da yaza bilərdik. 4-dən 3-ü çıxardıq. Bölərdik əvvəlki qiymətə, vurardıq 100%-ə. Bu da 4-də 1 vurulsun 100% bərabər 25. Yəni belə asan üsulla da tez həll etmək olardı. Baxaq B variantına. Alıcı bir gödəkçə almaq üçün kassaya 72 manat ödədi. Endirimdən qabaq gödəkçənin qiyməti neçə manat olmuşdur? Onu da belə yazaq da. Deməli, endirimdən əvvəlki qiyməti deməli, əvvəlki qiymətinə nisbəti 3-ün 4-dədir. Yəni, yeni qiymətin köhnə qiymətə nisbəti 3-ün 4-dədir. Və buradan da biz yeni qiymət 72 olduğuna görə yazırıq 72'nin əvvəlki qiyməti x olsun. Və bu zaman buradan 3x bərabərdir 4 vuraq 72 tənasübün əsas xassəsini tətbiq edirik. Və alırıq ki x 96'dır. Yəni ki əvvəlki qiyməti 96 manat olmuşdur. Baxaq 17 nömrəli məsələyə. Mağazada 400 manata satılan paltonun qiyməti əvvəlcə 15% artırıldı. Bir müddət sonra isə həmin qiymət 20% azaldı. Paltonun son qiyməti neçə manat oldu? Deməli, birinci baxaq, 400 manata satılan paltonun qiyməti əvvəlcə 15% artırıldı. 400'ü 15%'ini tapaq. Vuraq 15'ə və bölək 100'ə. Bu da edər 60 manat. Yəni 60 manat artırılıb, olub 460 manat. 15% artandan sonra. Bir müddət sonra həmin qiymət 20% azaldı. 20% azalıbsa, biz 460'ın 20%'ini tapıb 460'dan çıxada bilərik. Sadəcə 460'ın 80%'ini tapa da bilərik. 20% indirim olubsa. Buradan da deməli 368 manat edər. Deməli gödəkçənin qiyməti sual olunur ki, neçə faiz indirilib? Yəni 400'dən 368%'ə indirilib. Bunun üçün 400'dən çıxırıq 368'i. Bölürük ilkin qiymətinə, vururuq 100%'ə. Buradan da 400'dən 368'ə çıxsaq 32 bölünsün 4 olar. Burada 100'ə ixtisar edirik. Bu da olar 8%. Yəni gödəkçənin qiyməti 8% indirilib. Deməli A variantda oldu 368 manat. Son qiymət ilkin qiymətə nisbətən neçə faiz dəyişdi? 8% dəyişdi. Artdı yoxsa azaldı, nə qədər? Yəni azaldı. Nə qədər azaldı? 32 manat azaldı. 8% azaldı faizlə, manatla da 32 manat azaldı. Baxaq 18'ə. ABC üçbucağın tərəfləri 3, 4, 5 nisbətində olub. Perimetri 36 santimetrdir. Bu üçbucağın tərəfini tapın. Bilirik ki, üçbucağın perimetri onun 3 tərəfinin uzunluqlar cəminə bərabərdir. Bunun üçün də 36'nı bölək tərəflərin nisbətləri cəminə. Buradan da 36 bölünsün 12 bərabər 3. Deməli üçbucağın tərəfləri 9 santimetr.
Bir tərəfi 9, digər tərəfi 12, üçüncü tərəfi isə 15 santimetrdir. Bu olsun A variantı. A variantı üçbucağın tərəflərini soruşur. Keçək B variantına. DEF üçbucağının tərəfləri nisbəti ABC üçbucağının tərəfləri nisbəti ilə eynidir. Kiçik tərəfin uzunluğu 4,1 cm olarsa, DEF üçbucağının perimetrini tapın. Deməli, kiçik tərəf 4,1 cm-dirsə, burada da bu üçbucaqda da nisbət 3-ün 4-ə 5-ə nisbətindədir. Deməli, belə yaza bilərik ki, tutaq ki, kiçik tərəf 3 nisbətindədirsə 3x olsun, o da bərabərdir 4/5-ə. Buradan x bərabərdir 1/5. 1/5-dirsə, üçbucağın bildik ki, birinci tərəfi 4/5-dir verilənə görə. İkinci tərəfi 4 vurulsun 1/5 6 cm. Üçüncü tərəfi 5 vurulsun 1/5 7,5 cm olmuş olar. Və buradan perimetr DEF üçbucağının perimetri bərabər olar 4/5 plus 6 plus 7,5. Bu da 18 santimetr olar. Baxaq 19-a. 6A sinifində 21, 6B sinifində 24 şagird var. Müəllim idman dərsində 15 topu bu siniflər arasında şagird sayına mütənasib olmaqla böldü. Hər sinifə neçə top düşdü? Deməli, şagirdlərin nisbətini yazaq. 21-in 24-ə və buradan da 3-ə ixtisar etsək, 7-nin 8-ə olar. Deməli, 15 top olduğuna görə biz bu 15 topu bölürük 7 ilə 8-in cəminə. O da edər 15 bölünsün 15 bərabər 1. Da aydın məsələdir ki, mütənasiblik əmsalı 1-dirsə, siniflərdən birinə 7, digərinə 8 top düşmüşdür. Çünki 7-ni 1-ə vursaq 7, 8-i 1-ə vursaq 8 edər. Yəni siniflərdən birinə 7 top, digərinə 8 top düşər. Iyirminci məsələyə baxaq. Şəkildə verilənlərə görə suallara cavab verin. Düzbucaqlının sahəsinin neçə faizi rənglənib? Biz ilk öncə düzbucaqlının öz sahəsini tapaq. Düzbucaqlının sahəsi onun eni ilə uzunluğunun hasilinə bərabərdir. Görürük ki, eni 5, uzunluğu 10-dur və düzbucaqlının sahəsi 50 kvadrat santimetr olar. Rəngli hissə isə düzbucaqlı üçbucaq şəklində olduğuna görə onun sahəsi, bura S rəngli yazaq, bərabər olar 5 vurulsun 4/2. O da 10 kvadrat santimetr edər. Deməli, rəngli hissə bütün sahənin neçə faizini təşkil etdiyini tapmaq üçün onu bölüb 50-yə vururuq 100%. Bu da 20% edər. Yəni, rəngli sahə bütün sahənin 20%-ni təşkil edir. B variantına baxaq. Rəngsiz sahə, rəngli sahədən neçə faiz? Rəngsiz sahə, rəngli sahədən neçə faiz böyükdür? Düzbucaqlının sahəsi 50-dir. Rəngsiz sahə onda nə qədər olar? Bunu burada qeyd edək. Rəngsiz sahə yazaq. Bütün sahə 50 olduğuna görə, rəngli sahə 10 olduğuna görə, rəngsiz olur 50 çıxaq 10, 40. Rəngli sahə isə 10-dur. Bu zaman deməli 40-dan çıxırıq 10-u, bölürük rəngsiz sahədən dediyinə görə 10-a,
vururuq 100%. Bu da bərabər 30 bölünsün 10 vurulsun 100%. Bu da 300% edər. Yəni rəngsiz sahə rəngli sahədən 300% böyükdür. 21-ə baxaq. Xoruzun və pişiyin kütlələri 1-in 2-yə nisbətindədir. Xoruzu X hərfi ilə, pişiyi P hərfi ilə yazsaq 1-in 2-yə nisbətindədir. Pişik və quzunun kütlələri isə 1-in 3-ə nisbətindədir. Quzunu da Q ilə yazsaq, deməli 1-in 3-ə nisbətindədir. İndi A variantına baxaq. Quzunun kütləsi 12 kiloqram olarsa, xoruz və pişiyin kütlələri nə qədərdir? Bildiyimiz kimi biz burada bax bu nisbətləri bərabərləşdirək. Çünki bunlar pişiyi deməli çəkisini göstərən nisbətlərdir. Onları eyniləşdirmək lazımdır. Bunun üçün deməli ikinci nisbətin hər tərəfini 2-yə vursaq alarıq 2 birim 2, 2 3 də 6. Yəni və biz buradan alırıq ki, xoruzun pişiyə, pişiyin də quzuya olan çəki nisbətləri 1-in 2-yə və 6-ya olan nisbətdədir. İndi quzunun kütləsi 12 kiloqram olduğuna görə biz 6x-i bərabər eləyirik 12-yə, x bərabər olur 2-yə. Bu zaman deməli xoruzun kütləsi olar 1 vurulsun 2 bərabər 2 kiloqram. Pişiyin kütləsi olar 2 vurulsun 2 bərabər 4 kiloqram. Quzunun da kütləsi aydındır. Əvvəldən verilib 12 kiloqramdır. Bizdən xoruz və pişiyin kütləsini tapmaq tələb olunurdu. Xoruz və pişiyi artıq tapdıq. Xoruz 2, pişiyi isə 4 kiloqramdır. Baxaq B variantına. Xoruzun kütləsi pişiyin kütləsinin neçə faizini təşkil edir? Deməli, xoruzun kütləsi 2 kiloqram, pişiyinki 4 kiloqram olduğuna görə 4-dən 2-ni çıxsaq 2 və 2-ni bölürük 4-ə, vururuq 100%. Buradan da alırıq 50%. Yəni xoruzun çəkisi pişiyin çəkisinin 50%-ni təşkil edir. Baxaq C variantına. Quzunun kütləsi xoruzun kütləsindən neçə faiz çoxdur? Quzunun kütləsi 12 kiloqramdır. 12-dən çıxırıq 2-ni alırıq 10. 10-u bölürük 2-yə, vururuq 100%. Buradan isə 500% almış olarıq. Yəni quzunun kütləsi xoruzun kütləsindən 500% çoxdur. 22-yə baxaq. Yeni tikilən binada mənzillər 1 otaqlı, 2 otaqlı və 3 otaqlıdır. 1 otaqlı və 2 otaqlı mənzillərin sayılar nisbəti 1-in 6-yadır. Bunun biz burada 1 otaqlıları 1 otaqlı. Bunu x ilə işarə edək. X olsun. 2 otaqlı. Y ilə işarə edək. 3 otaqlını isə Z hərfi ilə işarə edək. Deməli, 1 otaqlı və 2 otaqlı mənzillərin nisbətləri 1-in 6-ya, 2 otaqlı və 3 otaqlı mənzillərin nisbəti isə 2-nin 1-ə nisbətindədir. Biz buradan biraz əvvəl məsələdəki dedik ki, nisbətləri bərabərləşdirməliyik. Yəni burada biz
iki otaqlı mənzillərin nisbətini eyniləşdirməliyik. Bunun üçün ikinci nisbəti 3'ə vurmaq lazımdır. Və buradan alırıq ki 3, 2, 6, 3, 1 isə 3. Və bunların nisbətlərini bu şəkildə yazsaq, bir otaqlının iki otaqlıya və üç otaqlıya nisbətləri bərabər olar. 1'in 6'ya və 3'ə nisbəti. Bu şəkildə olar. İndi A variantına baxsaq, bir otaqlı və üç otaqlı mənzillərin sayları hansı nisbətdədir? Bir otaqlı və üç otaqlı mənzillərin bir otaqlı x-dir, iki otaqlı, üç otaqlı z-dir. Bu da olar 1'in 3'ə. Çünki bunları götürürük. Bir otaqlı və üç otaqlını soruşduğuna görə. B variantına baxsaq, binada cəmi 200 mənzil olarsa neçəsi 3 otaqlıdır? Deməli 200'ü bölürük bu nisbətlərin cəminə. Bu da 200 bölək 10 edər. Alarıq 20 və mənzillərin sayını tapsaq, hər birini tapmağa ehtiyac yoxdur. 3 otaqlını soruşur. 3 otaqlının da nisbəti 3 olduğuna görə 3'ü vururuq 20'yə, bərabər olur 60 otaq. Yəni 60 3 otaqlı mənzil olmuş olar. Baxaq C variantına. Mənzillərin neçə faizi 2 otaqlıdır? Bütün mənzillərin sayı cəmi 200'dür. İndi 2 otaqlı mənzilin sayını tapaq. 2 otaqlı mənzilin sayı deməli 6 vurulsun 20 olar. Çünki mütənasiblik əmsalı 20'dir. 120 olar. 120 2 otaqlı. İndi biz buradan 120'ni bölürük 200'ə, vururuq 100%'ə. Yəni bütün otaqların sayı 200, 2 otaqlı isə 120'dir. 120 200'ün neçə faizini təşkil edir? Bunun üçün də biz 120'ni 200'ə bölüb 100'ə vururuq və buradan 60% olduğunu tapırıq. Beləliklə ikinci bölməyə aid olan ümumiləşdirici tapşırıqları həll etdik. Dərsimizə baxıb bəyənməyi unutmayın. Kanalımıza abunə olun ki, yeni dərslərimiz hər biri sizə çatmış olsun. Hələlik sağ olun, yeni dərslərimizə qədər.